Deməli, Time-da 85-ci tapşırığa baxaq. Deyir ki, böyük A, böyük A, böyük B, böyük B, böyük C, böyük C, böyük D genotipli orqanizmin əmələ gətirə biləcəyi qametlərin növ sayını N ilə işarə etsək, aşağıda verilən hansı genotipli orqanizmin əmələ gətirəcəyi qametlərin növ sayı N + 3 olar? Gəlin baxaq. Deməli, böyük A nə verib bizə? Böyük A. Böyük A, böyük B, böyük B, böyük C, böyük D, böyük D. Bax, bu cəmi bir dənə qamet, bir növ qamet əmələ gətirəcək. Çünki burada heterozigotların, heç burada heterozigot yoxdur. Hamısı homozigotdur, dominantdır. Bu verəcək bir dənə böyük A, bu verəcək bir dənə böyük B, bu verəcək bir dənə böyük C, bu da verəcək bir dənə böyük D. Ona görə bax, bu bir tip qamet verəcək. Böyük A, böyük B, böyük C, böyük D. Bir tip qamet. Bir tip qamet. Və deyir, biz bunu N ilə işarə eləsək, bax, görmürsən nə deyir? Deyir ki, bunu N ilə biz, hara getdi o? N ilə qametlərin növ sayını, yəni biz bir növ qameti N-lə, N-i 1 ilə işarə eləsək, N + 3 neçə olar? N + 3 olar, 1 + 3 bərabərdir 4. Biz 4 növ qamet verən fərdi tapmalıyıq. Bax, elə buradan baxanda bilirik də, 4 növ hansı verəcək? Bax, bu neçə növ qamet verər? Burada neçə dənə heterozigot var? Deməli, 2 dənə heterozigot var. Bu verəcək, bax, bu verəcək. 2 + 2. 4 qamet. Elə cavabımız A variantıdır. Gəlin digərlərinə də baxaq. Böyük A, böyük A, böyük B, böyük B, böyük C, kiçik C, böyük D, kiçik D. Bax, burada cəmi bir dənə heterozigot var. Olacaq 2 + 1 bərabərdir 2 qamet. Burada neçə dənə heterozigot var? Bir dənə, bir də 2 dənə. Bir dəqiqə, burada da 4 qamet var. Burada 4 qamet verək. Deyir, orqanizm əmələ qametlərin növ sayı N + 3 olar. Bir dəqiqə, bax, burada bir dəqiqə, böyük A, kiçik A, böyük D, kiçik D 2 növ. Burada da böyük C, kiçik C, böyük D, kiçik 2 + 2 bərabərdir 4. Cavabımız deməli həm burada A variantı olacaq, həm də Y variantı olacaq. Bəli, indi gəlin bura baxaq. Bax, burada neçə dənə heterozigot var? Bir dənə böyük B, kiçik B, yəni 2-nin üstü 1, bu verəcək 2 dənə qamet. Burada isə neçə dənə heterozigot var? Bax, bir dənə heterozigot var, 2 + 1, bu da bizə 2 qamet verəcək. Deməli, baxın, bura diqqətlə baxaq. 1 heterozigot, bu da 2 + 2, 4, bəli. Burada da baxın, düz baxmışam. Böyük C, kiçik C, böyük D, kiçik D. Bəli, kiçikdir. Burada da deməli A ilə Y olur bəzən testlərdə belə səhvləri. Səhv yox. Yəni əslində burada bəlkə də səhv düşüb, harca bu böyük D, bəlkə də böyük D olmalı idi. Nəsə, amma burada 2, yəni 4 qamet verən 2 dənə var. İndi mən onu başa düşdüm. Onu bildik ki, yəni heterozigotların sayı 2-nin üstündə N yazanda, yəni 2 üstü N düsturundan yazanda biz qameti tapırıq. Amma bax, bu hansı qametləri verir? Gəlin onları da bir dənə gözdən keçirdək. Məsələn, böyük A, deməli, kiçik A, böyük A, kiçik A, kiçik B, böyük C, böyük D, kiçik D. Bax, burada 2 dənə heterozigot var. Düzdür, bir dənə bu heterozigot, bir dənə də bu heterozigot. Bu olur 2 + 2, 4 qamet. İndi o 4 qamet hansıdır? Heç maraqlı deyil görəsən o 4 qamet hansıdır? Mənə maraqlıdır. Mən çıxardıram həmişə qametləri və çox sevirəm və hamının da bilməyini istəyirəm. Bax, burada 2 dənə versiya var. İndi elə bir variant olur ki, məsələn, burada deyər ki, bir cüt əlamətə görə heterozigot fərdlər bütün qametlərin neçə hissəsini təşkil eləyir. Əgər belə bir sual versə, məsələn, məcbursan bu qametləri çıxardasan. Ona görə gəlin baxaq. Bax, bu 2 versiyadan birini götürürəm, böyük A-nı götürürəm. Bax, bu versiyadan mən nə götürə bilərəm? Ancaq kiçik B götürəcəm. Buradan, deməli, bu nədir? Böyük C, bir dənə böyük C götürəcəm. Buradan da böyük D-ni götürürəm. Amma buradan kiçik D-ni götürmə ehtimalımı ikinciyə saxlayıram. Yenə böyük A götürürəm buradan, kiçik B buradan götürürəm, böyük C buradan götürürəm. İndi isə bu dəfə buradan kiçik D-ni götürdüm. Gördünüz, 2 dənə qamet böyük A-dan başladı, 2 qamet. İndi o birisi kiçik A-dan başlayacaq. İkisi də kiçik A-dan başlayacaq. Bu səfər, bax, bu dəfə bu 2
versiyadan kiçik A-nı götürürəm. Çünki böyük A ilə artıq bitdi işim. İndi kiçik B-dən, əlbəttə ki, buradan bir dənə kiçik B götürə biləcəm. Bu versiyadan bir dənə böyük C götürə biləcəm. Buradan bir dəfə böyük D götürə bilərəm. Bir dəfə də kiçik D götürə bilərəm. Bax, belə. İndi buradan yenə kiçik A-nı götürürəm. Buradan kiçik B-ni götürə bilərəm. Buradan onsuz da ancaq böyük C seçimim var. Buradan da kiçik D-ni. Yəni, bax, budur. Qametlərim bu oldu. Həqiqətən də 4 tip qamet oldu. İkisi böyük A ilə başladı, ikisi kiçik A ilə başladı. Cəmi 4 qamet oldu. Yaxşı, başqa bir misal, yəni şərt sizin öyrənməyiniz və nəsə burada onu göstərmək üçün eləyirəm. Sonra, məsələn, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C, böyük D, böyük D. Yaxşı, gəlin baxaq. Burada neçə dənə heterozigot var? 2 dənə heterozigot var. Düzdür? Bax, 2 üstü 2 bərabərdir. Bu neçə qamet verəcək? 4 qamet. Görək o 4 qamet hansıdır? Deməli, bir də buradan onsuz ancaq kiçik A-nı götürə bilərəm. Kiçik A buradan götürəcəm. Buradan bir dəfə böyük B-ni götürəcəm. Böyük C, böyük D. Sonra, buradan yenə versiya kiçik A-dır. Kiçik A. Buradan böyük B-ni götürəcəm. Buradan böyük C-ni bir dəfə götürmüşəm. İndi yox, yenə böyük C, yox, hə, bir dənə də kiçik C götürəcəm, düzdür, kiçik C, bir dənə də böyük D, düzdür, bu getdi, kiçik A. İndi bu dəfə buradan kiçik A-nı götürəcəm, başqa versiya yoxdur, buradan böyük B-ni götürmüşdüm də, indi sıra kimdədir? Kiçik B-də, kiçik B, böyük C, böyük D, ikinci. Bu dəfə isə kiçik A, yenə buradan kiçik B, buradan böyük C-ni bayaq götürmüşdüm, indi kiçik C-ni götürəcəm, bir dənə də böyük D. 4 qametim, bax burada hansı ki heterozigot 2 üstü 2, hansı ki bir böyük B, kiçik B, böyük C, kiçik C, 2 heterozigotdan 4 dənə qamet, o 4 qamet də bunlardır və hamısı kiçik A-dan başladı. Gördünüz, hamısı kiçik A-dan başladı. Bəli, qametlər bunlardır. Və yaxud da ki, belə bir orqanizm versə, böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C, böyük D, kiçik D. Yaxşı, bu neçə cür qamet verəcək? 1 heterozigot, 2 heterozigot, 3, 4 heterozigot, 2 üstü 4 bərabərdir 16 qamet. İndi 16 qametlər hansıdır? Baxaq. Çox asandır. Sadəcə diqqətlə fikir versə, sizin üçün də asan olacaq. Yenə də deyirəm. Sadəcə müəllimə qameti tapdım, mənə kifayətdir demək olmur. Elə məsələlər var ki, orada səndən elə bir şey soruşur ki, sən mütləq qametləri yazmalısan. Ona görə, bax bu versiyadan bir dəfə böyük A-nı götürəcəm, bir dəfə dominantların hamısını götürək. Buradan böyük A-nı, buradan böyük B-ni, buradan böyük C-ni, bir dəfə də böyük D-ni. Bu birinci qametimiz. İkinci, bir dəfə böyük A-nı, bir dəfə böyük B-ni, bir dəfə deməli böyük deməli C-ni, bir dəfə də kiçik D-ni. Bir dəfə kiçik D-ni götürək. İndi keçirəm. Bax bunlarla bitirdim. İndi böyük A, kiçik B-yə keçirəm. Böyük A, kiçik B, böyük C, böyük D. Böyük A, kiçik B, kiçik B. Böyük C, kiçik D. Bax, buradan bir dəfə böyük A-nı götürdüm. Versiya kimi. Bir dəfə dominantların hamısını götürdüm. Böyük A, böyük B, böyük C, böyük D. Bir qamet hamısı dominantdır. Birinci qamet. Sonra böyük A, böyük B, böyük C, bu dəfə kiçik D-ni götürdüm. Baxın. İndi A-la artıq işim bitdi. Daha doğrusu A-la yox. Yəni böyük B ilə işim bitdi. Keçirəm kiçik B-yə. Böyük A, kiçik B, buradan böyük C, buradan böyük D. Böyük A, kiçik B, buradan böyük C, sonra yenə kiçik D. İndi bax bu B ilə də işim qutardı. Keçəcəm kiçik C-yə. Necə? Böyük A, böyük B, böyük A. Bir dəqiqə böyük B, deməli kiçik C, böyük D. Bax, deməli çox asandır 16 dənə qameti almaq üçün. Bax, qametlərimiz budur. Bax, yenə də deyirəm. Bir dəfə dominantların hamısını götürdüm. Böyük A, böyük B, böyük C, böyük D. Bu getdi. Sonra, bax, böyük A, böyük B, böyük C, bir dəfə bunun balacasını götürdüm. Kiçik D. Sonra artıq böyük B ilə işim bitdi. Düzdür? İndi keçirəm kiçik B-yə. Eyni formanı kiçik B-də eləyirəm. Böyük A, kiçik B, yenə böyük C, böyük D. Sonra böyük A, kiçik B,
böyük S bu dəfə kiçikdir. Sonra böyük A, böyük B, kiçik S böyükdür. Bir dəfə də böyük A, böyük B, kiçik S kiçikdir. Bax, bura ilə bitdi. Düzdür, bu getdi. Sonra indi böyük A, kiçik B ilə ikisi qalıb, buna da baxaq. Bax, böyük A, kiçik B, kiçik S kiçikdir. Böyük A, kiçik B, böyük S böyükdür. Sonra kiçik A, böyük B. İndi keçdim kiçik A'ya. Bax, deməli kiçik A, böyük B. Bir dəfə buradan kiçik A'nı götürün. Kiçik A, böyük B, böyük S böyükdür. Hamısı böyükdür bu şeylər. Kiçik A, böyük B, böyük S kiçikdir bu dəfə. Sonra kiçik A, deməli kiçik A, böyük B, kiçik S böyükdür. Bir dəfə də kiçik A, böyük B, bir dəfə kiçik S kiçikdir. İndi qaldı kiçik A'larla kiçik B'lər. Deməli B ilə işim bitdi də. Yenə kiçik A-la da. Deməli böyük A ilə bir dəfə böyük B-ni götürürəm. Böyük A ilə sonra kiçik B-ni götürdüm. Sonra kiçik A ilə böyük B-ni götürdüm. İndi də kiçik A ilə kiçik B-ni götürəcəm. Deməli kiçik A, kiçik B. Bax, yazıram. Kiçik A, kiçik B, böyük S böyükdür. Yazmışam. Kiçik A, kiçik B, böyük S kiçikdir. Kiçik A, kiçik B, kiçik S böyükdür. Bir də kiçik A, kiçik B, kiçik S kiçikdir. Həqiqətən də 16 dənə qamet alınır. Deməli bunun 8 dənəsi kiçik A ilə başlayır. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənəsi böyük A ilə. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni çox asandır. Yenə də nə isə başa düşməsəz şərhlər bölməsinə yazarsınız. Yenidən bu videoya aid başqa bir məsələ izah edərəm.